Prezidentin səfərini Qazaxstanda olan əməkdaşımız İbrahim Kəmiloğlu da izləyir. İndi ona bağlanırıq və o bizə ən son məlumatları çatdıracaq. Salam İbrahim, buyur. Bizi eşidirsən yəqin ki, söz səndədir. Salam Arzu, hər vaxtınız xeyir. Sizi Qazaxstanın paytaxtı Astanadan salamlayıram. Bəli, sizin də qeyd etdiyiniz kimi dövlət başçısı İlham Əliyev bugün Astanaya səfərə gəlib, dövlət səfərinə gəlib. Bu dövlət başçısının Qazaxstana son 3 il ərzində 7-ci səfəridir. Qazaxstan prezidenti Kasım-Jomart Tokayev isə bu müddət ərzində 6 dəfə Azərbaycana səfər edib. İki ölkə arasında iqtisadi, siyasi, ticari münasibətlər yüksək səviyyədədir. Hər iki ölkə eyni dilə, dinə malik, türk dilli dövlətlər qrupuna malik, eyni dinə malik ölkələr sırasındadır, ölkələrdəndir. Onları eyni tarix, eyni din, qardaşlıq birləşdirir. Onu qeyd edim ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 447 milyon manat, 470 milyard dollar olub, daha doğrusu 470 milyard dollar ticarət dövriyyəsi olub. Bu ilin ilk 8 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ticarət dövriyyəsi 3 dəfə artaraq 547 milyard dollara çatıb. Qeyd etdiyim kimi iki ölkə arasında humanitar, siyasi, eləcə də iqtisadi sahələrdə yüksək əməkdaşlıq var, eləcə də təhsil sahəsində, mədəniyyət sahəsində əməkdaşlıq var. 2023-cü ildə Azərbaycanda Qazaxstan mədəniyyət günləri keçirilib, ötən il isə Qazaxstanda Azərbaycan mədəniyyət günləri keçirilib. Ondan başqa təhsil sahəsində, mədəniyyət sahəsində əlaqələrə gəlincə, Azərbaycanın işğaldan azad olunmuş ərazisində Füzulidə Kurmanqazı adına uşaq yaradıcılıq mərkəzi Qazaxstan tərəfindən tikilib və dövlət başçısı buna görə təşəkkürünü də bildirib Qazaxstan tərəfinə və həmin mərkəzdə hazırda 100-ə yaxın uşaq təhsil alır. Eləcə də Azərbaycanda ali və orta təhsil müəssisələrində 145 Qazaxstanlı, Qazaxstanda isə 16 Azərbaycanlı təhsil alır. Bundan başqa dediyim kimi iqtisadi sahədə, enerji sahəsində əməkdaşlıq var. Enerji sahəsinə toxunmuşkən onu qeyd edeyim ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə 2023-cü ildən bu yana Qazaxstanın 3,4 milyon tondan artıq nefti dünya bazarlarına çıxarılıb. Xeyli neft dünya bazarlarına çıxarılıb, ekoloji sahədə əməkdaşlıq var, Xəzərin ekoloji problemləri daim düzdür. Bunu ilk qaldıran, bütün beynəlxalq səviyyələrdə qaldıran Azərbaycan prezidenti oldu. Ondan sonra isə Azərbaycan, Qazaxstan qarşılıqlı şəkildə bu ekoloji problemlərin aradan qaldırılması istiqamətində layihələr həyata keçirirlər. Eləcə də yaşıl enerji və digər sahələrdə layihələr həyata keçirilir. Beynəlxalq təşkilatlarda əməkdaşlıq var, bir-birini dəstəkləyir bu dövlətlər. Türk Dövlətləri Təşkilatında iki ölkənin çox güclü münasibətləri var. Qazaxstan, Azərbaycan bu təşkilatı quran ölkələr sırasındadır və Qazaxstan da Azərbaycanla bərabər burada yüksək səviyyədə təmsil olunur. Həmin dövlət başçısı səviyyəsində tədbirlərdə iştirak edir. Hətta ayın 7-sində, yəni bu ayın 7-sində Qəbələdə keçirilən dövlət başçılarının sammitində də Qazaxstan prezidenti Kasım-Jomart Tokayev də digər dövlət başçıları kimi orada iştirak etdi. Qeyd etdiyim kimi müxtəlif sahələrdə əməkdaşlıq var, davam edir və bundan sonraki saatlarda hər hansı bir yenilik olarsa çatdırmağa çalışacağıq. Sabahki gündə də yüksək səviyyəli görüşlər gözlənilir, müxtəlif tədbirlər gözlənilir. İndiyə qədər də bu görüşlər, tədbirlər yüksək səviyyədə olub, 100-dən artıq sənəd imzalanıb, razılaşdırılmış sənədlər olub, imzalanıb, müxtəlif layihələr həyata keçirilib. Yenilik nə olarsa yenə də çatdırmağa çalışacağıq. Buyurun, söz sizdədir. Təşəkkür edirik İbrahim ətraflı məlumat üçün. Davam edirik, hörmətli tamaşaçılar.